Salam, gəlin bir dəqiqədə Monqolistana səfər edək. Monqolistan qonşuya rast gəlmə ehtimalının ən az olduğu ölkələrdən biridir. Bu nəhəng ərazidə hər kvadrat kilometrə cəmi 3 nəfər düşür. Səhralar, çöllər və sonsuz çöl landşafları arasında insanlar bir-birindən yüzlərlə kilometr aralıda yaşayır. Paytaxtdan kənarda uzun məsafələr boyu yaşayış məntəqələrinə rast gəlməmək adi hal sayılır. Monqolistanda əhalinin seyrək olmasının əsas səbəbi sərt iqlim, geniş çöl əraziləri və köçəri həyat tərzidir. Bir çox ailələr hələ də ənənəvi yer çadırlarında yaşayır və maldarlıqla məşğul olur. Buna görə də yaşayış məntəqələri geniş əraziyə səpələnmiş vəziyyətdədir. Deməli, planetimizdə elə yerlər var ki, orada qonşumuzu görmək üçün kilometrlərlə yol getmək lazımdır. Elə yerlər də var ki, eyni sahədə yüz minlərlə insan yaşayır. Bu fərq isə coğrafiyanın nə qədər heyrətamiz olduğunu bir daha göstərir. Növbəti səyahətlərdə görüşənədək.